Salam əziz doqquzlar və məzunlarımız. Bugün biz sizlə Azərbaycan dilinə aid 6 qrammatika sualının izahına baxmağa çalışacağıq. Bu suallara həm buraxılış imtahanı verəcək 9-cu siniflər, həm də məzunlarımız baxıb faydalana bilər. İzaha keçməmişdən əvvəl nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, bu 3-cü qruplarımıza aiddir təbii ki. Blok fənləri üçün Azərbaycan dili və ədəbiyyatdan dərs qruplarımız və sınaq qruplarımız fəaliyyətə başlayacaq mart ayında. Həmin qruplara qoşulmaq və dərslərimizdən faydalanmaq üçün 050 745 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək dərsimizin sınavımızın izahına. Reklam eləməyi çox xoşlamıram, bahsi artmağı çox xoşlamıram. Məncə qoşulmaq istəyən dərslərimizə, videolarımıza baxıb hansı səviyyədə olduğunu mənimsəyib, onsuz da bizə yaxınlaşacaq. Deməli, birinci sualda deyir ki, səhv yazılmış sözü göstərin. Baxaq. Xeyir sözü düz yazılıb. İyisiz olanı da var bunun ədat kimi. Amma xeyir ilə olan da var isim, qazanc fayda mənasında. Yanlış düzdür. Birinci n sonralı gəlir. Biruzə bəli, ünəndir, i deyil. Çamadan, çəmadan deyil, çamadandır. Bu da doğrudur. Amma güngüzaran deyil. Burada birinci a, ədir. Güngüzəran. Səhv yazılan söz a variantıdır. İkinci testə baxaq. Altından xətt çəkilmiş ifadə verilənlərdən hansı ilə əvəz edilsə, danışanın ifadə etdiyi fikrə münasibət dəyişməz. Baxın, altından xətt çəkilən ifadə ola bilsindir. Yalan ola bilsin bir problemi həll edə bilər. Lakin özü ilə əlavə 100 problem gətirər. Düzdür. Ola bilsin modal sözün hansı məna növünə aiddir? Güman, şübhə. Burada da güman, şübhə variantları içərisində güman, şübhə bildirən ehtimal ki-dir. Deməli, ehtimal ki ola bilsin yerinə qoysa, danışanın ifadə etdiyi fikrə münasibət dəyişməz. O da güman, şübhədir, bu da güman, şübhədir. Bu nəticə ümumiləşdirmədir, bu fikrin mənbəyini bildirəndir, bu fikrin mənbəyini bildirəndir, bu təsdiq yəqinliyidir. Cavabımız C variantıdır. 3. Dediyi ilə razılaşmaq çətin olduğundan sözünü dəyişdi. Cümləsinin sintaktik təhlil sxemi nədir deyir? Dəyişdi xəbər. Nəyi dəyişdi sözünü? Tamamlıq. Sözünü niyə dəyişdi? Dediyi ilə razılaşmaq çətin olduğu üçün. Bir yerdə olur nə? Səbəb, zəfli. Zəfli, tamamlıq, xəbər. Cavab olur D variantı. 4-cü testimizə baxaq. Keçmiş zamanda olan feili tapın. Bu 3-cü sualda elə bilirəm ki, qaranlıq məqam qalmadı. Düzdür, dəyişdi. Xəbərimiz olur, sözünü tamamlıq. Niyə dəyişdi sözünü? Nə səbəbə? Dediyi ilə razılaşmaq çətin olduğundan olduğu üçün. Keçmiş zamanda olan feili tapın deyir. Bax, zaman şəkilçiləri feilin üzərindəki ilk qrammatik şəkilçi olmalıdır. Bunu bilsək heç problemimiz olmur. Bax, ırdı. Birinci gələn nədir? Ir. İrdə hansı zaman şəkilçisidir? İndiki. Demək bu deyil. Bizə keçmiş zaman lazım. Oxuyurmuş. Oxu, yığ bitişdirici. Irmış. Deməli bu ir nədir? İlk gəlib. İlk qrammatik şəkilçisi. Zaman budur. Bu da hansı zamandır? İndiki zamandır. Buradakı d, buradakı mış zaman deyil. Yediğim için qısaldılmışdır. Zaman olsaydı yine de deyirəm, ilk qrammatik şəkilçi olardı. Sonra apardı. Sözün kökü ap deyil ki, düzdür. Apardı. D da zaman. İlk qrammatik şəkilçidir. Qrammatik şəkilçimdə d şöyle keçmiş zamandır. Cavabımız olur C variantı. Axardı. Ax, kök, ar, zaman, d idi. İlk qrammatik şəkilçidir, gələcək zamandır. Darıxırdı, darıq, ır indiki zaman, d da idi. Cavabımız oldu C variantı. Sonra 5. Hansı cümlənin xəbərinin ifadə vasitəsi isimləşməyib? Cümlələr təhlil edir. Xəbərlərdə bax. Elə yatıb sanki ölüdür. Ölü. Sonra döyüşən bu igiddir. Məhəllədəkilər birincilərdir. Xəbər. Zaldaşlar sonunculardır, xəbər. Sözüm yaxşıyadır, bu da xəbər. Deyir, isimləşməyəni tapaq. Baxın, sözüm yaxşıyadır, kimədir?
yaxşı insana yəni. Deməli, insana orada insan ismi düşüb, şəkilçisini ötürüb yaxşı sifətin üzərinə və bunu isimləşdirib. Bu isimləşib. Zaldakılar sonunculardır. Sonuncu hansı nitq hissəsidir? Sifət. Üzərində nə var? Lardır. Yəni sonuncu sıradakılardır, sonuncu adamlaradır. Burada da say xəbərdir və isimləşib. Məhəllədəkilər birincilərdir. Yenə eyni ilə birinci sıra saydı, birinci insanlardır, birinci sıradakılardır. İnsan sıra ismi düşüb, birincilərdir sayı isimləşib. Döyüşən bu igiddir. Baxın, döyüşən bu igiddir. İgiddir sifətinin qabağında bu olmasaydı, o və ya bu olmasaydı, döyüşən igiddir olsaydı, bunu isimləşmiş götürməyəcəkdik. Döyüşən igiddir, onun əlamətini bildirir. Necədir? Düzdür? Sifət şəxs sonluğunu qəbul edəndə isimləşməyə bilər. Amma qarşısında bu olanda artıq isimləşmiş olacaq. Döyüşən bu igiddir. Kimdir igid? Hansı igiddir bu igid? Burada da igiddir sifəti isimləşmə hesab olunur. Amma elə yatıb sanki ölüdür. Sual ver, necədir? Onun necəliyin bildirir, ölü, diri. Deməli, burada xəbərimiz ölüdür sifətidir və isimləşməyib. Cavabımız olur A variantı. 6. Sifətə qoşulan qoşma hansı cümlədədir deyir. Yaxşılıq üçün nə etsən bacar? Üçün qoşulub nəyə? Yaxşılıq isminə. Yaxşı sifətdir, lığı qəbul edib isimləşib. Getdi. Sonra səmimilikdən başqa hər şey. Səmimilik hansı hissəsidir? İsim. Başqa da ismə qoşulub. Birincilik üçün. Birincilik hansı hissəsidir? Kökü say olan isim. Burada da qoşma ismə qoşulub. Sizdən ötürü. Sizdən əvəzi idi ötürü qoşma. Burada da əvəzliyə qoşulub. Amma silahlılara tərəf, silahlılar isimləşmiş sifətdir. Silahlı insanlar. Deməli, cavabımız elə B-dir. Burada tərəf qoşması isimləşmiş sifətə qoşulub. Bu qədər, sağ olun. Gələn dərslərimizdə görüşənə qədər.